Məndən indiyə qədər yer üzərinə gəlmiş ən mükəmməl iki dahi adını soruşsanız, birini Nikola Tesla, digəri isə ikinci minilliyin adamı seçilmiş, adı ən çox öyrənilmiş 100 şəxsiyyət siyahısına salınmış Leonardo da Vinci olardı. Anasının Azərbaycanlı olduğu iddiasını eşitmişdinizmi? Həm də bu iddianı qərb alimləri və mətbuatı yazmışdır. Leonardo di Piero da Vinci, İtaliya intibahının rəmzi sayılan universal insan tipinin ən parlaq nümayəndəsi. Günümüzdə istifadə etdiyimiz bir çox texnika və texnologiyanın sələflərini o ixtira etmişdir. Vertolyot və tankın ilk modellərini, 36 lüləli top, velosiped, sualtı qayıq, skafandr, paraşüt, 2 linzalı teleskop, robot və onlarla başqa ixtiranın müəllifi Da Vinci'dir. Leonardo 1452-ci ildə Messer Piero adlı notariusun və Katerina adlı sadə bir kəndlinin qeyri-qanuni övladı olaraq dünyaya göz açmışdır. Uşaq yaşlarından çox üstün bir zəkaya sahib olduğunu gördü atası. İntibah rəssamlarının bioqrafı olan Vazarinin nəql etdiyi əfsanəyə görə bir gün tanış kəndlidən biri Piero'nun yanına gəlib ona qalxan verir. Bunun üzərinə şəkil çəkmək üçün bir rəssam tapmağı xahiş edir. Piero qalxanı oğlu Leonardo'ya verir. Leonardo qalxanın üzərinə Medusa Gorgona'nın şəklini çəkməyi qərara alır. Bunun üçün kərtənkələ, ilan, çəyirtkə, tırtıl, yarasa və başqa heyvanların birləşməsində olan bir şəkil yaradır. Şəkil çox vahiməli alınmışdı. Öz işindən Leonardo razı qalsa da, atası Piero bu qalxanı kəndliyə vermir. Bunun əvəzinə içindən ox keçmiş, ürək çəkilmiş bir qalxanı kəndliyə verir. Leonardo'nun çəkdiyi qalxanı isə bazara çıxarıb satır. 14 yaşında atası onu Verrocchio adlı dövrünün ən məşhur rəssam heykəltaraşının yanına şagirdliyə qoyur. Bu onun həyatında dönüm nöqtəsi olur. Verrocchio'nun emalatxanasında rəsm işlərinin çoxunu onun tələbələri görürdü. Vazarinin yazdığına görə Verrocchio'nun Məsihin vəfdizi əsəri də Leonardo ilə onun birlikdə çalışmasının məhsuludur. Gənc rəssama İsa Peyğəmbərin geyimini saxlayan mələkləri çəkmək tapşırılmışdı. Rəsmdəki mələklərdən birini Verrocchio, digərini isə Leonardo çəkmişdi. Vazarinin iddiasına görə şagirdinin özündən daha güclü olduğunu görən Verrocchio fırçasını yerə qoymuş və bir daha rəssamlıqla məşğul olmamışdır. 20 yaşında Leonardo da Vinci rəssam və həkimlərin gildiyası sayılan Müqəddəs Luka gildiyasında usta təsnifatını əldə etmişdir. Atasının Leonardo üçün emalatxana açmasına baxmayaraq, o Verrocchio ilə bağlılığını bitirməmiş və öz müəllimi ilə əməkdaşlığını davam etdirmişdir. Ömrünün ilk illərində Florensiyada yaşayıb yaradan Da Vinci sonralar ayrı-ayrı hökmdarların saraylarında yaşayaraq möhtəşəm ixtiralar irəli sürür. Lakin heç kimin onun ixtiralarını başa düşməyəcəyini anlayıb bir müddət dərin məyusluğa qapılır. 1516-cı ildə Fransa kralı 1-ci Fransiskdən dəvət alır və Fransaya köçərək ömrünün sonuna qədər burada yaşayıb yaradır. Mühəndis kimi də o dövr insanlarının qavraya bilməyəcəyi, yalnız bir neçə əsrdən sonra insanlığın yiyələndiyi olduqca mürəkkəb ixtiralar etmişdir. Onun vertolyot, tank, konsentrə edilmiş günəş enerjisi, kalkulyator, 2 korpuslu gəmi və s. mürəkkəb texnologiyaları hələ 16-cı əsrdə konsepsiyalaşdırılması və plitələrin tektonikası haqqında irəli sürdüyü ibtidai fikirlər onun necə böyük bir dahi olduğunun sübutudur. Adını saydığım konsepsiyaların sağlığında nəinki həyata keçirilməsi, hətta müasirləri tərəfindən qavranıla belə bilməmişdir. Əksəriyyətimiz Leonardo da Vinci'ni böyük bir rəssam kimi tanıyırıq. Təəssüflər olsun ki, dahi rəssamın günümüzə yalnız 15 əsəri gəlib çıxa bilmişdir. Leonardo da Vinci'nin ən məşhur əsərlərindən təkrar olunmaz Mona Lisa və Son axşam yeməyi əsərləridir. Yalnız və yalnız Michelangelo'nun yaratdığı Adəmin yaralışı əsəri bu iki əsərlə yan-yana qoyula bilər. Leonardo da Vinci'nin yaratdığı Vitruvian insanı da bu əsərlər sırasına daxil edilə bilər. Bu rəsm əsərləri haqqında inşallah gələcək videolarımızda daha ətraflı məlumat verəcəm. Nədənsə Da Vinci'nin əsərlərində qadınlarda bir sirli təbəssüm var. Bu təbəssüm və yarım təbəssümlər kişi rəsmlərində də görmək olur. İsa Peyğəmbərin xaç suyuna çəkilməsi rəsmində Yahya Peyğəmbər xaçı gələcək çarmıxın simvolunu göstərərək gülür. Madonna Lita qıvrım saçlı gələcəyin peyğəmbəri olaraq körpənin üzünə əyilib gülümsəyir. Mona Lisa gülür. Onun gülüşü haqqında cillərlə kitab yazılıb. Araşdırmacılar bir məsələdə həmrəydirlər. Bunlar adi gülüş deyil, böyük sirləri bilən birinin gülüşüdür. İddialara görə Leonardo da Vinci böyük mason ustadlarından olmuşdur. Aranızda oxumayan varsa, Dan Brown'un Da Vinci şifrəsi əsərini oxuyun. Leonardo haqqında çox geniş bir məlumat yer almışdır orada. Leonardo sənətdə sfumato prinsipinin yaradıcısıdır. Bu üsulla çəkilən şəkildə rəsmlər sanki bir-birinin içinə keçir, həll olurdu. Real həyatdakı kimi. Keçidlər hiss olunmurdu.
Bəzən deyilənə görə o rəsm çəkərkən otaqda tüstü yayar və tüstü burulğanlarında yaranan fiqurlardan əsərlər yaratmağa çalışardı. Məhz Sfumoto prinsipi nəticəsində Giocondanın parlaq təbəssümü öz təcəssümünü tapdı. O elə çəkilib ki, şəklə baxanda fokus nöqtəsindən asılı olaraq Mona Lisa bəzən nəvaziş və bəzən şəfqətlə gülür. Bəzən isə qəzəblə dişlərini qıcıdırdı. Əsərin ikinci möcüzəsi odur ki, Mona Lisa sanki diridir. Əsrlər keçdikcə onun təbəssümü dəyişir. Dodaqlarının qıraqları yuxarı qalxır. İnsan kimi də qəribə işləri çox idi. O bazarı gəzir, qazancı çox olmasa da qəfəsdə olan quşları satın alıb sərbəst buraxardı. Bilmirəm diqqətinizi çəkdi ya yox, dahi insanlarda quşlara qarşı böyük bir həvəs var. Məsələn, Nikola Tesla da ömrünün son günlərində insanlarla ünsiyyət qurmaqdansa göyərçinlərlə ünsiyyət qurmaq üstünə tutmuşdu. Gündə hər saatda 15 dəqiqə çalışarmış. Yazı forması da fərqliymiş. Yazıları tərsinə, sağdan sola yazarmış və yalnız güzgü effektindən istifadə etməklə onun yazılarını öyrənmək olarmış. Videonun əvvəlində bildirdiyim kimi, Leonardo Piero adlı notariusun və Katerina adlı bir kəndlinin oğlu idi. İddialara görə Katerina əslən Cənubi Qafqazdan, Xəzər dənizi sahillərindən imiş. O əsir düşərək İstanbula gətirilmiş, oradan da İtaliyaya aparılmışdır. İngilis tarixçisi Simon Hewitt Leonardo da Vinci'nin əslən Xəzər dənizi hövzəsindən olduğunu iddia etmişdir. Bu, tarixçinin Leonardo da Vinci və Qiyamət əsərində yer almışdır və The Guardian qəzetində də bu məqaləyə yer verilmişdir. 15-ci əsrdə Milanda qızılı saçlı qadınlara nadir hallarda rast gəlirdi. Bunu hər kəs bilirdi və çox qəribə qarşılanırdı. Hewitt Leonardo'nun Asiyadan, Qara dəniz və Avropaya yayılan qızılı saçlı insanların, Xəzər türklərinin nəslindən gəlməsindən şübhələnir. Əlavə edək ki, İtalyan rəssamın Azərbaycan kökənli olması da bir neçə il əvvəl gündəmə gəlmişdi. Tarixçi Robin Maxwell'in Xanım Da Vinci əsərində Da Vinci'nin soykökündən bəhs edilir. Kitabda rəssamın anasının Xəzər bölgəsindən olduğu iddia edilir. City Universitetinin Antropoloji Tədqiqatlar İnstitutunun rəhbəri Luis Capassonun dediyinə görə, Leonardo da Vinci'nin 52 əsərində onun 200-dən yuxarı barmaq izine rast gəlmişdir. Rəssamın barmaq izinin 60%-ində ərəblərə, habelə Cənubi Qafqazda və Ön Asiyada yaşamış müsəlmanlara xas səciyyəvi xüsusiyyətlər var. Kanadalı alim Louis Barperi qətiyyətlə iddia edir ki, Da Vinci'nin anası Katerina müsəlman, hətta Azərbaycanlı idi. O vaxt Asiyadan İtaliyaya gətirilən bütün kölələrə Katerina adı verilirdi. Uzun müddət apardığım araşdırmalardan bu qənaətə gəlmişəm ki, Leonardo da Vinci'nin anası müsəlman olub. İndiki Türkiyənin Anadolu bölgəsinə yaxın bir ərazidə doğulub. Bir qədər dəqiq desək, bu yer Azərbaycandır. Bunu dəqiqləşdirmək üçün Azərbaycana səyahət etmişəm və qənaətimin necə dəqiq olduğunu bir daha əmin olmuşam. İnsanlıq tarixi 1000 ildə bir belə insanla rastlaşır. Hamının içində bir dahi yatır. Sadəcə o dahini oyatmaq lazımdır. Oxuyaq, öyrənək, maariflənək, özümüzü inkişaf elətdirək ki, içimizdəki istedadı üzə çıxarda bilək. Daha çox videoların gəlməsini istəyirsinizsə, kanalımıza dəstək ola, fikirlərinizi yorumlarda yazıb, videonu like etməyi unutmayın. Növbəti videolarda görüşək inşallah. Allah'a əmanət olun.